Salam əziz dəyərli müəllimlər. Bugün mən sizə əvəzlik bölməsindən testlərin izahını verəcəm. Gəlin birinci sualla başlayaq. He closed one eye, but I looked at me with a strange expression, as if he wanted to advise me of, but was forbidden to say. Qayda var ki, əgər iki şeydən danışırıqsa, iki əşya, iki şəxsdən danışırıqsa, orada istifadə oluna bilər. Each, both, either, neither, the other, bunlar istifadə oluna bilər. Məsələn, iki göz, iki qulaq, iki ayaq, iki qol. Ümumiyyətcə ikilik bildirən sözlərdə bunlardan istifadə olunur. Hətta belə bir sual bir dəfə düşmüşdü. Deyir, hər bir qoluna bilərzik bağladı. Təbii ki, orada nə etmək lazımdır? Every yox, each istifadə etmək lazım. Çünki every çoxluq ifadə edir. Every bərabərdə ol. Onun da inkarı nandır. Amma each ikilikdə olan şeylər üçün istifadə olunur və ya 2, 3 olan şeylər üçün istifadə olunur. Belə olduğu halda biz mütləq şəkildə nə etməliyik? İstifadə etməliyik mütləq şəkildə each. Burada da bir gözünü bağladı, digər gözünü açdı deyəndə the other istifadə olunmalıdır burada. He closed one eye, but the other eye looked at me. Bir gözünü bağladı, digər gözü ilə isə deyir, çox qəribə bir ifadə ilə mənə baxdı. İndi burada da diqqətlə baxsaq görərik ki, demək, iki şəxsdən ikincisi. Ümumiyyətcə, the other harda istifadə olunur? The other o yerdə istifadə olunur ki, orada iki şeydən ikincisi olmalıdır. Məsələn, mənim iki tələbəm var. I have two students. One of them is diligent, but the other is idle. Digəri isə tənbəldir. Belə olduğu halda biz mütləq şəkildə the other istifadə etməliyik və ya toplam say bəlli olur. Toplam say bəlli olmaq nə deməkdir? Yəni, bu deməkdir ki, burada artıq say məlumdur. Məsələn, I have 10 pairs of shoes. Mənim 10 ayaqqabım var. 9 of them are black, but the other is white. Ancaq digəri isə ağdır. Yəni, yerdə qalan bir şey. The other hər zaman yerdə qalan bir şey olur. The others isə ikidən çox olan şeylər üçün istifadə olunur. Məsələn, I have 5 students, 2 of them are diligent, but the others, yəni 3 of them, onların üçü. Belə olduğu halda isə biz mütləq şəkildə the others istifadə edirik. Ümumiyyətcə, sual odur ki, the other iki şəxs və əşya üçün istifadə olunur və ya toplam say bəlli olanda sonuncusu olur. The others ikidən çox şəxs və əşya üçün istifadə olunur. Bu, bunların fərqidir. Others, the others-ın fərqi ondan ibarətdir ki, oxşar cəhət odur ki, hər ikisi isim almır. Çünki sonlarında s var, onlar ismin yerinə keçirlər. Yerinə istifadə olunur daha doğrusu. Amma demək, fərq olaraq isə deməli, others qeyri-müəyyən şəxs və əşyaya aid olur. Məsələn, some people love coffee, but others don't. Bəziləri kofeni sevir, bəziləri yox. Burada artıq məlumdur söhbət nədən gedir. Burada artıq qeyri-müəyyən şəxs və əşyadan söhbət gedir və biz bunu spesifik bir hala gətirə bilmərik. Çünki en qədər insan var ki, məsələn, biri mən, kofe sevmir. Bu others olur. The others isə məlum olan şeylər üçün istifadə olunur. Məsələn, tutaq ki, sinifdəki digərləri artıq bilinir. Bir sinif, onun, nə bilim, B sinifi, oradakı şagirdlərin digərləri, yəni o digər şəxslər, yəni. Artıq burada bəlli olur. The others bəlli olan şəxs üçün istifadə olunur və ya qruplar üçün istifadə olunur. Ona görə ehtiyatlı olmaq lazımdır. Bir də onu qeyd edeyim ki, iki şəxs və əşya üçün məsələn diqqətli olmaq lazım. Couple sözüdür, parents sözüdür, ondan sonra aydır, arm, leg, ear bu sözlərdə mütləq şəkildə ikilik bildirən sözlər. Məsələn, the other, either, neither, each, ondan sonra both bunlar istifadə olunur. Və bunların inkarı təbii ki, neither-dir. Not either-də vermiyorlar. Deməli, burada as if he wanted to advise me of. Want feili daha çox özündən sonra some tələb edir, something. But was forbidden to say. İnkar sözlərdən sonra və inkarlıq bildirən feillərdən sonra. Məsələn, prohibit, forbid, refuse, reject, object, mind,
decline, disclaim, inkarlıq bildirən feillərdir bunlar. Bu feillərdən sonra biz some yox, any istifadə edirik. Buna diqqət yetirmək lazımdır bu hissəyə. Çünki bunlar inkarlığı ifadə edən sözlərdir. Bunlarda biz any istifadə edirik. Bir də məsələn, sifətin qabağında to da olan deyil olur. Məsələn, it is too dark in the room to say something yox, anything olur. Çünki too dark burada görülməyəcək qədər çox qaranlıqdır deməkdir. Diqqətli olmaq lazım. Sifətin qabağında to qoyanda, yəni o zərfi qoyanda, dərəcə zərfidir burada. Onu qoyanda o inkarlıq ifadə edir. Bayaq dediyim kimi, məsələn, tutaq ki, deyirəm ki, it is too hot to drink. İçilməyəcək qədər çox istidir deməkdir. It is too dark to go out. Çölə çıxılmayacaq qədər çox qaranlıqdır. Yəni, burada artıq nə eləmək lazımdır? Diqqət yetirmək lazımdır ki, bəli, bu hallarda biz some yox, any istifadə edirik. Düzgün cavabımız elə burada nə olur? C variantı olur. Gəlirəm ikinci sualımıza. İkinci sualda boşluqdan sonra say görürəm. They covered 3 miles and came up to a point where they couldn't see blah blah blah. Vegetation yenə boşluq verib burada was covered with snow. Qayda var ki, sayların qabağına nələr gələ bilər? Sayların qabağında gələ bilər another, gələ bilər every, gələ bilər some, gələ bilər no, gələ bilər all, gələ bilər the other. Bunların hamısı gələ bilər saylardan qabaq. Məsələn, the other 3 books. Ondan sonra some gələndə zərfin yerinə keçir approximately, around, roughly mənasını verir. Təqribən. Another gələndə one more mənasını verir. Every gələndə dan bir mənasını verir. Məsələn, you should see a dentist every 6 months. Hər 6 aydan bir dişçiyə getsən yaxşı olar. Hər 6 aydan bir. Some 4 days. Təqribən roughly, approximately yəni 4 gün. Və yaxud da ki, another da gələ bilər sayların qabağında. Məsələn, did you finish your question? No, I have another 3 questions to ask. Daha soruşacaq 3 sualım var. Daha. Yəni one more mənasını verir. Yəni buna diqqət yetirmək lazımdır mütləq şəkildə. Yəni qısacası sayların qabağında biz bunları istifadə edirik. Və əlavə olaraq onu qeyd edeyim ki, saylardan qabaq the other, amma saylardan sonra gəlir other. Məsələn, 3 other books. Amma desəm ki, the other 3 books artıq burada yerini dəyişdirir. Saydan əvvəl the other, saydan sonra isə gəlir other. Buna diqqət yetirmək lazım. Burada da eyni məsələdir. Məsələ nədir? Məsələ ondan ibarətdir ki, sayın önünə qoymaq lazımdır. Burada nə? Ya B, ya da C. Əslində C burada mənaca uyğun gəlmir açıqcası. Ona görə də ən doğru burada another olacaqdır. They covered another 3 miles. Daha 3 mil deyir burada mile. Deməli, ən doğrusu burada elə another 3 miles and came to a point where they couldn't see. İnkardan sonra any gələcək. Any, vegetation və everything, hər şeydir, qarlı örtülü idi. Düzgün cavabımız elə B variantı olur. Gəlirəm üçüncü sualımıza. Üçüncü sualımızda he said to one side, disassociating from what was going forward, watching, running calmly. Deyir, ümumiyyətcə burada bu bir ifadədir. Set a little to one side. Yəni bu bir ifadədir, birləşmədə orada a little ancaq istifadə olunur. Nə deməkdir? Yəni kənara çəkilmək deməkdir. Biraz kənara çəkildi. Mənəvi, məcazi mənada daha doğrusu kənara çəkildi. He set a little to one side. Biraz kənara çəkildi. Nə şəkildə? Kənarda baş verənləri, yəni kənarda baş verənlərdən özünü təcrid edərək, disassociate edərək, kənarlaşdıraraq biraz yəni uzaq durdu prosesdən, məsələdən. Və nə elədi? İzlədi kimi digərlərini, qaçan şəxsləri sakitcə izlədi. Yəni burada da
En doğru cevabımız D variantı olur. Çünkü set a little to one side biraz kenara çəkildi. Disassociate oneself özünü təcrid eləmək deməkdir, özünü kənarlaşdırmaq deməkdir, uzaqlaşdırmaq deməkdir. Was what was going forward? Yəni ətrafda baş verənlərdən deməkdir. Watch the others digərlərini izlədi. Hansı kimlər ki qaçırdı, yəni qaçan şəxsləri sakitcədir, izlədi. Düzgün cavabımız nə olacaqdır? C variantı olacaq. Gələk dördüncü sualımıza. Dördüncü sualımızda when I met her, mən onunla deyir görüşəndə. Deməli, burada parents deyil. Parents iki nəfərdir. Ümumiyyətcə, ikilik bildirən sözlərin qabağında both istifadə olunur. Ya A-dir, ya C-dir, ya D-dir. Deməli, her parents. Qayda var ki, əgər ismin qabağında təyinedici varsa, ki, burada var görürsünüz, her sözü var. Nədir bu? Təyinedicidir. Və təyinedicilərin önündə, deməli, daha doğrusu isimlərin önündə təyinedici varsa, mütləq şəkildə əvəzliyə ovla qoşulmalıdır. Məsələn, either of her parents. İndi bir məsələ var ki, iki əvəzliyimiz var. Biri both, biri all. Bir də əlavə olaraq deyim ki, half. Bu üçü of olmadan da birbaşa təyin edicili ismə qoşula bilər. Məsələn, mən deyə bilərəm both her parents və ya both of her parents. Yəni bunun hər ikisi daha doğrusu doğrudur. Və bu nöqteyi nəzərdən baxsaq, her-dən söhbət gedir. Qayıdış əvəzliyi nədir? Özünə qayıtma deməkdir. When I met her, deməli, both her parents had perished. Perished nədir? Həlak olmaq. And she was dependent upon herself. Deməli, her olduğuna görə qayıdış əvəzliyi nə deməkdir? Özünə qayıtma deməkdir. Her-dən söhbət getdiyinə görə herself deyəcəyik. Herself. She didn't want nəyi? Heç kimin köməyini. Help burada isimlərin qabağında yiyəlik hal gəlməlidir. Və inkardan sonra en istifadə olunmalıdır. Anybody's help and lived on own sözünün qabağında deməli əvəzliyin yiyəlik hal forması gəlməlidir. On her own bərabərdir by herself və ya alone və ya solitarily də deyə bilərik. Düzgün cavabımız elə burada C variantı olur. Both, herself, anybody's və her. Düzgün cavabımız C variantıdır. Beşinci sualımızda. Boşluqdan sonra görürsünüz ki, of them gəlir. Deməli, törəmələrdən sonra of gəlməz. A gedir. Diqqətli olmaq lazım burada. B gedir, C gedir. Çünki törəmə özündən sonra of almaz. Əslində no one iki cür olur. İki cür no one var. Var nobody mənasında no one və ya one'ın qabağındakı no. Elə olanda of götürə bilər. Yəni heç biri mənasında. Məsələn, no just one of the books. Lardan heç biri kimi desək, amma o çox nadir hallarda istifadə olunur. Bizə də lazım deyil. Biz bunu hər zaman törəmə kimi görməliyik. Çünki biz standart formada istifadə edirik. Nobody bərabərdir no one. No one of them də deyə bilmərik. A, B, C gedir. Düzgün cavabımız none qalır. None of them. Quite new. Unutmayasınız ki, quite sözü deməli tək isimlərin də qabağında gələ bilər. Məsələn, quite a mess. Tam bir qarmaqarışıqlıq. Tək isimlərin də qabağında gələ bilər. Feillərin də qabağında gələ bilər. Clause'ların da qabağında gələ bilər. Məsələn, quite what deyə bilərəm bağlayıcı kimi. Bağlayıcı əvəzli kimi. Məsələn, quite new da düzgündür məsələn. Və ya proper name-lərin də qabağında gələ bilər. Məsələn, quite plus hansısa bir yer adı qoya bilərsiniz. Yəni, quite çox qəribə bir zərfdir və fərqli yerlərdə istifadə olunur. Ona görə də demək ki, diqqətli olmaq lazım burada. İkinci tərəfdə but everybody was sure that she could not bring. She varsa qayıdış əvəzli özünə qayıtma deməkdir. Çünki orada nə var? Reflection, özünə qaytarma var. Reflexive sözü elə oradan gəlir. Reflect, əks etdirmə deməkdir. She herself. Düzgün cavabımız nə olacaq? D variantı olacaq.
Gəldik 5-ci sualımıza. They, harda they sözünü gördünüz, ora hər zaman the other qoyun. Çünki bu yaxınlarda deməkdir. Past simple-dan istifadə olunur. Məsələn, I found her recently. Or I found her the other day. Elə bu günlərdə ona zəng vurdum. Elə bu günlərdə ona zəng vurdum. I found her the other day. I found her recently. Çoxumuz elə bilirik ki, recently və yaxud da ki, lately mütləq perfectlərdə istifadə olunmalıdır. Elə qayda yoxdur. Onlar past simple-lə də istifadə olunur. Necə ki, yet yalnız bitmişlərdə yox, sadə zamanlarda da istifadə oluna bilər. Standart qayda deyil. Yəni hər şey standart bilməklə olmur. Yəni amma the other day bu yaxınlarda deməkdir. Yalnız və yalnız past simple-lə istifadə olunur. I found her the other day, but she refused. Refuse inkarla bildirən feildir. Refuse, reject, object, mind, disclaim, decline. İnkarla bildirən feillərdir. Bunlardan sonra hər zaman en istifadə olunur. Some olmaz. Çünki inkarlıq bildirir. Düzgün cavabımız elə D variantı olur. 7-ci sualımız. 7-ci sualımızda burada əsas nəyə baxmaq lazımdır? Variantlara. She gave him a cold stare and told him nə? Sharp words. She was taken aback at this behavior of. İndi diqqətlə baxsaq görərik ki, variantlarda such a few verilib. Biz such a few istifadə etmirik. B variantı gedir. Ondan sonra quite a few bərabərdir. A lots of, many-yə bərabərdir və ya plenty of-a bərabərdir. Bu ola bilər. Ancaq bir məsələyə diqqət yetirmək lazım burada. O da hansı məsələdir? The behavior of var burada. Diqqətlə baxsaq görərik ki, isimdən sonra of gəlib. Belə olduğu halda biz nə istifadə edirik? İstifadə edirik müstəqil yiyəli əvəzliyi. Yəni absolute possessive pronoun istifadə edirik. Məsələn, a friend of mine, a friend of hers, behavior of hers. Bizə lazımdır müstəqil yiyəli əvəzliyi. Yəni be-də her, D-də her. Qardaş əvəzliyi olarmı? Olmaz. Qardaş əvəzliyi daha çox feillərə və ya prepositional frezlərə qoşula bilir. Məsələn, she looked at herself in the mirror. Güzgüdə özünə baxdı. Hə, belə olduğu halda ola bilər. Düzgün cavabımız burada quite a few hers, yəni A variantı olacaq. Anne and Pete were trying their best, but of them was helpful. They made attempts, but blah 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 was in vain. Boş yerə nə oldusa boş yerə oldu. Yəni go down the drain, yəni boşuna getdi deməkdir. To be in vain bərabərdir go down drain. Go down drain, yəni pulun boşuna getməsi, havaya getməsi, yəni boşuna sərf olunması mənfi mənada ifadə edir və bərabərdir to be in vain ifadəsinə. Go down the drain daha çox danışıqda istifadə olunur. Bu daha çox yazı formasında istifadə olunur. İndi burada nəyə diqqət yetirmək lazımdır? Ona diqqət yetirmək lazımdır ki, A-da a few olmaz. Çünki few-nun qabağında yalnız və yalnız gələ bilər so, to, very, how. Nadir hallarda another gələ bilər. Another few, another few. Çünki another özündən sonra sayda götürür, few də götürür. Sual ortaya çıxır. Another-dən sonra few-dan başqa hər hansı bir kəmiyyət ifadə edən söz gələ bilərmi? Xeyr, gəlməz. Another-dən sonra yalnız və yalnız ya say, ya da few gələ bilər. Deməli, the other few olarmı? Olmaz. Other few olur. The other few olmur. Deməli, D gedir, another a few olmaz. The other few yox, other few olmalıdır. B variantı düzdür. C variantında, A variantında other a few olmaz. Bu düzgün deyil. Düzgün cavabımız B variantı olur. Hardan bildim? Çünki orada Anne and Pete. Harda iki şəxs və əşya varsa, orada mütləq şəkildə ya neither, ya either, ya each, ya both, ya da the other istifadə olunmalıdır. Düzgün cavabımız elə nə olacaqdır? 8-də təklik ifadə edən deməli B variantı olacaq. A variantı nəyə görə ola bilməz? Zaten orada çıxdaş eləmişdim. Həm də ki, non 2-dən çox olan olur. Məsələn, Anne, Pete, and John, məsələn, Jane desə, saylar artırsaydı, non vermək olardı. Çünki non bərabərdir. Non daha doğrusu onun inkarıdır, neither də both sözünün əvəzliyinin inkarıdır. Düzgün cavabımız elə B variantı olur. Gəldik digər test tapşırığına. Digər test tapşırığımız da yenə maraqlı bir sualdır. Deməli, it was clear deyir burada bu sualımıza.
Deməli, it was clear he was hungry. He ate a considerable. Hə, burada dayanaq. Deməli, belə bir qayda var ingilis dilində. O qayda nədir? Deməli, əgər ki, boşluqdan qabaq considerable sözünü görsəz, bilin ki, o boşluğa ya istifadə olunacaqdır number of, considerable, ya amount of, ya da quantity of. Daha çox bunlar istifadə olunur. Bəli, considerable sözündən sonra əsasən bunlar istifadə olunur. Amma boşluqdan sonra meet, yəni sayılmayan isim istifadə olunur. Bu o deməkdir ki, a ola bilməz, cəm isim götürür. Number verə bilərikmi? Verə bilmərik təbii ki. A variantı gedir. B variantı ola bilərmi? Ola bilər, saxlayaq. Deal ola bilərmi? Ola bilər. A considerable deal, amma ovu yoxdur, ola bilməz. Ona görə bunu, yox, burada deyəsən, boşluqdan sonra ov verilib. Hə, ola bilər. Deməli, C də ola bilər. B ola bilər, C ola bilər, D də ola bilər. Çünki quantity həm cəm, həm sayılmayanlar da götürür. Məsələn, a considerable da olur, a great də olur, a good da olur bu arada. A good, a great, a considerable, bunların hamısını vermək olar. Quantity həm cəm isim götürür, həm sayılmayan isim götürür. Ona görə də B, C, D ola bilər. Burada dayanırıq. D variantında gözümə another dəydi. Deməli, ola bilməz. Bunu buradan çıxırıq. Mümkündürmü? Deyil təbii ki. Bunu buradan çıxarıq. Ondan sonra çıxdaşlarımızdan. Sonuncu boşluğumuza nəzər yetirsək görərik ki, orada helping deyil. Yəni, ismin yerinə keçmiş bir sözdən söhbət açır bizə. The others ola bilərmi? Olmaz. Çünki the others özündən sonra isim götürmür. Çünki özü ismin yerinə keçir. Ona görə ola bilməz. C variantı gedir. Qaldıq A ilə B variantı arasında. Yaxşı, A variantını qoydum. Axı, lot tək istifadə olunmaz. Tək lot sözü isimdir, ərazi deməkdir. Məsələn, bu ərazidə bina tikiləcək. On this lot deyirik. Məsələn, a new building is going to be constructed on this lot. On this area, yəni bu ərazidə. Bu torpağın üstündə, yəni mənasını verir də. Lot tək olaraq bir isim kimi istifadə olunur. Bunun artiklı yoxdur. A lot quicker. Biz demişik ki, a lotdan sonra sifətin və zərfin müqayisə dərəcəsi gəlməlidir. Müqayisə dərəcəsi gəlməlidir. Ona görə A variantı ola bilməz. Bütün variantları çıxdıq, bir dənə B variantı qaldı. Far quicker. Fardan sonra müqayisə dərəcəsi, by fardan sonra üstünlük dərəcəsi gəlir. Burada problem yoxdur. Deməli, amount, for, the others then-dən sonra qoyulub burada. Another helping də burada isimdir. Qabağında da another istifadə olunur. Çünki sayıla bilən isimlərin yerinə keçə bilir orada. Düzgün cavabımız elə 9-da B variantı olacaq. Another helping, another time, bunları istifadə eləmək olur. Gələk digər sualımıza. She goes to Cyprus. 10-cu sualımızda. Deməli, burada Cyprus deyil. İndi bir məsələyə baxmaq lazım. Boşluqdan sonra summer istifadə olunur. Bla 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 summer deyil. Düzdürmü? Və 3 boşluğumuz var. Unutmayaq ki, zaman bildirən sözlərin qabağında hər zaman nə istifadə olunur? Every. Ona görə də each gedir, either gedir, ya C, ya da deməli D variantı qalır. Və davam edək. İkinci boşluqda all of them və ya each of them can assure you of it. Shall I send you nəyi? Detalları. Shall I send? Əgər cümlə shall-lə başlayırsa, deməli burada xahiş etmə mənasındır. Olarmı ki, demək istəyir burada. Olarmı ki, deyən bir cümlə yenə deyə bilmərəm. Nə deməliyəm? Some deməliyəm. O zaman belə olacaqdır. Every, each of them, shall I send you some of details? Olar ki, sənə detalları göndərim. Düzgün cavabımız elə 10-cu sualda D variantı.